Quran buyurur, həqiqətən məscidlər və səcdəgahlar Allahındır. Buna görə Allaha bərabər heç kəsi çağırmayın. Hədisdə var, İmam Cəfər Sadiq əleyhissalam buyurur, sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah Taala onun günahlarından təmizləyər. Zəvvarları sırasında qeyd edər. Hədislərdə var, deyirlər, məscidlərdə çox namaz qılıb dua edin. Allahın məscidləri yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən, Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid var ki, onlar doğru yolu tapsınlar. Hədisdə var, Məkarimul Əxlaq kitabında Peyğəmbər əleyhissalam buyurur, məscidlərin necə abad olunması barəsində Əbu Zərə sualının cavabında deyir ki, onlar da səslərini qaldırmasınlar məsciddə. Nalayiq boş-boş sözlər danışmasınlar. Mənasız işlərə vaxt sərf etməsinlər. Məsciddə alış-veriş edilməsin, ey Əbu Zər. Hətta orada olduğu müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkəsən. Əgər insan belə etsə, qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqı yoxdur insanın. İmam Sadiq əleyhissalam deyir ki, kim bir məscid tiksə, Allah Taala onun üçün cənnətdə bir ev tikər. Peyğəmbər əleyhissalam deyir, kim cəmaat namazında iştirak etmək üçün məscidə getsə, atdığı hər bir adıma 70.000 yaxşı əməlin savabı yazılar. Həmin hədlə dərəcəsi ali səviyyəyə yüksələr insanın. Əgər bu halda ölərsə, Allah 70.000 mələyi qəbirdən qalxan günə qədər ona qəbirdə ziyarət etmək, tənhalıqda onunla munis olmaq və günahlarının bağışlanmasını istəməkdən ötürü arayar həmin insanı. Ona görə də Risalə kitablarında da qeyd olunur bu məsələlər. Peyğəmbər əleyhissalam Əbu Zərə buyurur, məsciddə oturduğun müddətdə Allah hər aldığın nəfəs üçün sənə cənnətdə bir dərəcə verər.